Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində Seviş qəsəbəsində, yəni Məsəti qəsəbəsində bir sot torpaqda 2 otaq, 1 zal olan bax belə bir həyət evi satılır. Qiyməti 25.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Hal-hazırda ən böyük otağı göstərirəm, yəni ölçüsü 4-ün 4-dədir. Bax hissəsində göstərirəm patoloqunu. Bax bu cürdür. Necə görürsünüz bu cürdə bu video çəkilir. İndi isə mətbəxini göstərirəm. Mətbəx mebeli evdə qalacaq. Qiyməti 25.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Bax bu mətbəx ilə deməli mətbəx hər iki otağın arasında yerləşir. Sənədi şahidətnamədir. İndi isə bax bu koridor deməli zala, eyni zamanda deməli ikinci otağa olan deməli koridordur. Bura isə otaqlardan biridir, yəni ikinci otaqdır, 3-ün 4-dədir. Seviş qəsəbəsində yerləşir, yəni Məsəti qəsəbəsində internet xətti var. Yəqin yadımdan çıxdı demək. Deməli mətbəx mebeli evdə qalacaq. Bax indi isə mən sizə zalını göstərirəm. Zalın uzunluğu 4, yəni eni 4-dür, uzunluğu 3-dür. Bu cür dedim. Yenidən otaqların necə yerləşməni sizə göstərirəm. Bir sot torpaqda yerləşir. Qiyməti 25.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. 1 tonluq su bakı var. Məhliyə deməli rahat halda maşın daxil olur. İndi isə mən sizə deməli məhlə tərəfdən evin xarici görünüşünü göstərirəm. Bax bu cürdür. Bura isə hamamıdır. Hamam ilə evin arasında 4 metr məsafə var. Hamamda deməli istilik sistemi kolonkadır. 1 tonluq su bakı var. Yenə təkrar edirəm. Məhliyyəsinə deməli rahat halda maşın daxil olur. Yenidən bax bu eni 3,5-dır. Yəni onu da deyim ki, çox sərbəst halda lekkavoy maşınlar daxil olur. Darvazası var. Bir sot torpaqda yerləşir. Qiymətin 25.000 manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Sizlərə uğurlar.